Yanvarın 17-sindən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gediş haqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. No Comment Doktoraz məlumat verir ki, bununla bağlı aynadan məlumat verilib. Qeyd edilib ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözü gedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz, CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar edilir. Məlumatda qeyd olunub ki, hər zaman ekspres marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur. Xatırladılıb ki, 594 və 595 nömrəli ekspres marşrutlarında Neoplan markalı müasir avtobuslar fəaliyyət göstərir.